İmam Sadiq əleyhissalam buyurur ki, Allahın lütfü ilə bir adam bəlanın ləzzətini dada bildisə, o zaman görəcək ki, bəlanın ləzzəti nemətin ləzzətindən üstündür. Biraz o kanala düşə bilsə, qorxmasa, meydana girsə, bir daha deyirəm, qıraqdan səthi baxan adamlar deyəcək, bu din cəmaata deyir ki, ay cəmaat, bəla ilə ləzzət alın, yəni aciz olun, bəlalar başınıza gəlsin, siz də ləzzət almaqla gün keçirdin. Yox, bu din deyir ki, necə kafir, necə də mömin. Başına gələn çətinliklərlə, ağılla rəftar edəcəksən, üstünə gedəcəksən, problemləri həll eləməyə çalışacaqsan, dəqiq, məsuliyyətli olacaqsan, amma eyni zamanda pozitiv olacaqsan. Və bunların hamısının qaçılmaz olduğunu biləcəksən. Bəli, mən bu problemləri həll edəcəm, amma bundan sonra biri də olacaq, növbətisi də olacaq və qorxmalı bir şey yoxdur. Bu əksinə güc əlamətidir, zəiflik əlaməti deyil. Düz başa düşmək lazımdır. Hədislərdə var ki, qiyamət günü insanlar çətinliklərin mükafatını görəcəklər. Görən vaxtı. Mükafatlar müxtəlif şeylər veriləcəkdir. Məsələn, deyəcəklər, bu paket mükafatlar sənin namazların. Nə qədər qılmısan, bu onun əvəzi. Bu oruclarının əvəzi. Bu ziyarətlərin əvəzi. Bu filan şey. Ayrı-ayrı mükafatlar gələcək. Deyir, hamı da tamaşa eləyəcək. Çətinliklərin mükafatına növbə çatanda, elə ki, ayrıca xüsusi çətinliklərlə bağlı mükafatlar gəlir. Deyir, o növbə çətinliklərin mükafatına çatanda hamının ürəyində bir arzu olacaq ki, kaş yaşadığım ömür boyu fasiləsiz olaraq mənim ətimi qayçı ilə kəsərdilər, dayanmazdılar. Mən ona dözərdim. Əlbəttə, elə yaşamaq lazım deyil, bəla arzulamayın deyir. Dünyada hədislərdə var, demir, Allah mənə bəla göndər. Yox, sən həyatı yaşa, çətinliklərlə mübarizə apar, amma gələndə onu hədiyyə kimi qəbul elə. Yəni, söhbət ondan getmir ki, adam indi də arzulasın ki, kaş elə dayanmadan qayçı ilə, sadəcə o mükafatı görəndə ki, Allah çətinliyə qarşılığında nələr verir, bir insanların arzusu olacaq ki, kaş fasiləsiz çətinlikdə olardı. Bir an belə rahat olmazdım.